Güzel dostlar, deməli adətən sual verirlər ki, deməli belə maraqlı bir sual var. Yaradan niyə kodlarla danışır? Məsəl üçün Quranda da bilirsiniz kodlar var və deyir ancaq ağıllı adamlar dərk edir filan filan filan. Niyə görə insan üst mərtəbəyə çıxanda o da kodları keçir. Halbuki burada deyir ki, bu niyə belə kodlarlandır? Gəlib mənəviyyatı yüksələndə bu da artıq o çiynindən aşağı, beldən aşağı mövzuları atır getsin. Daha söz demir hər şeyi, konkret yuxarı qatın terminlərindən, lüğətindən istifadə edir. Bu niyə baş verir və bu nə cür olur? Elementar bir misal çəkək, mən də bu şeylər keçmişəm, düşünürdüm niyə belədir. Və günlərin bir günü, təbii ki, burada qısa bir haşiyə çıxım, əgər özü bədən sayırsansa, ancaq bədənə aid fikirlərin olacaq, bu cür terminlərlə. Zehin sayırsansa, zehni şeylər olacaq. O da ki, sağ qalmaq uğrunda mübarizədir. Qorxu, ümid, nə bilim, həsrət, filan, acı, kədər və s. və s. Keyf eləmək, hər şey bunun içində gedir. Üçüncüdə ruhla yaşanda isə ruhu ləzzətlər başqadır. Sən artıq mənim yox, bizim deyəndə zövq alırsan, paylaşanda zövq alırsan, hansısa bir varlıqların, insanların problemlərini həll edəndə zövq alırsan və s. və s. Yəni, dəyişilir zövqlər. Deməli, burada mən öz gəncliyimdən danışım. Hansısa bir kurslar olurdu, İngilis dili kursu, nə bilim, Rus dili filan, cürbəcürdə nələrsə. Və əsasən ne diyor orada? Qızları bəhanə edirdi, kursu bəhanə edib, qızları görmüyorsun, gedirdik kursa yazıldı ki, bəlkə kimdənsə söhbət eləyək və yaxud da oradan çıxıb metroya qədər bir yerdə gedək və s. və s. Və burada sən istər-istəməz qəlbindən bir səs eşidirsən. Tutamda bir xanımla yol gedirsən, metroya qədər. Bu deyir ki, o deyil. Və desən ki, ay qəlbim, bax, mən bunun artıq superdir hər şey. Danışırıq, neçə vaxtı metrodan bir yerdə evə gedirik. Hətta dərsdən əlavə görüşmüşük, planlarımız var. Qəlb deyir, o deyil. Axırısın, yaxşı, bəs hansıdır, nədir? Deyir, gələcək. Allahu Ekber, gələcək. Və elə olur ki, nişanlanırsan, yenə deyir, o deyil. Belə qəlbin hər dəfə o deyil, sən də soruşsun, gələcək. Yaxşı, nə gələcək, nə vaxt gələcək? Yaş oldu 30, oldu 40, oldu 50. Bu nə vaxt gələcək? Bax, bu qəlbin yaradanın özüdür də, onun səsidir. Bu yox, bu da yox. Bax, bu terminlərlə danışır. Sən prosta hazır olmadığı üçün başa düşmürsən, kimlə münasibətdə olduğu dərk eləmirsən. Və qəlbivi inkar edirsən, sonunda o da çıxır gedir və yaxud da ki, qapını örtür, deyir, nə vaxt ağlanarsan, söhbət eləyir və yaxud da ki, artıq sən müdrikləşirsən, sənlə birləşir, artıq sən danışanda elə qəlbivin səsi danışır. Da o səsi eşitməyə ehtiyac qalmır. Və yaxud da ki, sən də danışırsan, onu da eşitirsən. Yəni, müxtəlif variantlar var da, hər kəsdə bir cür alınır. Sonunda bu gələcək nəymiş? Gələcək. 50 oldu, sən indi başa düşdün, nəymiş gələcək? Bunu onun üçün bölüşürəm ki, insanlar vaxtlarını itirməsinlər, əgər onlarda da bu proseslər varsa. Nə gələcəkmiş? Sən tutam ki, birinlə tanış oldun, 20 yaşında olanda, 23-də olanda, 25-də olanda, bunlar. Sən o vaxtda sənin, bax, bu fiziki bədən kimi sayırdın özü, aha, fiziki uyğunluq var, zehni, tələblərin uyğun gəlir, söhbətin tutur, nə bilim, 2 vizə namaz qılırsın, dindəsiz və yaxud da ki, hansısa başqa bir yoldasınız. Sonunda səni eləyən, ona dartan, bax, bunlar idi. Ruhi tərəf isə yalandan bu ki, o da namaz qılır, sən də heç bilmirdin namaz nədir filan da, sadəcə əyilib qalxmaqdan başqa bir şey deyildi. Öz sözün yox idi, azad deyildin. Yəni, sən müdrik deyildin, həyatı başa düşmürdün və sənin seçdiklərində ancaq bu ikisinin kateqoriyasına uyğun olacaq. Amma sən bunlar deyilsən, sən eyni zamanda busan və daha çox busan. Beləliklə, sən artıq o məqamı çatını dərk edəndə başa düşərsən ki, səni söhbət tək fiziki uyğunluqdan getmir, kimyanın tutmasından getmir, söhbətin tutmasından getmir. Ruhun tutmalıdır. Sən onu qucaqlayanda, 20 yaşında olanda qucaqlasan, sənə hüceyrələrin imkan verməyəcək. 30-da qucaqlasan, fikirləşərsən ki, yox, bunun məndə maddiyyat bu qədərdir, onda da bu qədərdir, alınmır, onda gəlib bu qədər olar ki, mən onun vəziyyətdən çıxım və s. və s. Yəni, 50 dənə variantlar var da, zehnində axı, zehnin nə istəsən fikirləşə bilir. Amma ruhu olanda onu bağıra basırsan,
Bunlar heç biri olmur. Umrunda olmur, gözündə olmur. Sən böyük bir huzur tapırsan. Və onu qucaqlamırsan, desən, aman Tanrı, bu nəymiş? Elə bir ki, bilsən nə olur? O deyir, Allahla birləşib əriyib itirsən ha Allahda. Qiyamətdən sonra olan bir vəziyyət. Ondan üzbəüz gələndə. Konkret bildiyin huzur. Yəni bunun üçün dağa gedib çıxmaq lazım deyil, ağac qucaqlamaq lazım deyil. Nə bilim, abidlik eləmək lazım deyil, ustadlıq eləmək lazım deyil, heç lazım deyil. Ruhundan yaşadın və bu cür bir insana rast gəldin. Bağrı bastın, onu görürsən ki, nə impotentsən, nə mavisən, nə tutalım ki, psixoloji bir problemin yoxdur ki, sən hansısa bir durumunda problem olsun. Və yaxud da ki, milyoner deyirsən ki, əşi, kim olur olsa, onsuz da mən təmin edəcəm, tək xoşuma gəlsin. Bunlar heç biri deyil, amma sən ruhunda huzur var. Onu bağrı bastın, heç nə sənə mane olmur. Və sən saatlarla bu vəziyyətdə qala bilərsən. Tamam, bütün bunlardan sonra sən başa düşsən ki, o gələcək olan insan yox, informasiyaymış. Sən kimsən və nə istəyirsən, onun informasiyasıymış. Nə istəməlisən, huzur istəyirsən əlbəttə. Bax, bu huzuru anlamağın, nə istədiyini bilməyin gələcəymiş. Ondan sonra sən, yəni bax bunu bilsəydin 20 yaşında, burada 30-da falan da, sən artıq bundan metroya qədər, nəyə qədər yol getməzdin. Sadəcə bir dənə görəndə, səsinin tembrini eşidəndə və yaxud da gözü yumub ruhunla onu baxanda biləcəkdin, o da yoxsa o deyil. Təbii ki, burada məsələlər vardır. Eləsi var ki, hələ o deyil, amma sən onu ruhunla hiss edirsən. Bilirsən ki, bu nə zamansa yetişəcək, o olacaq. Sadəcə buna dəstək lazımdır. Belə momentlər də olur. Artıq sənə bağlıdır. Sən hazır bir paket istəyirsən, yoxsa ki, burasını özünlə düzəldib, əziyyətinə qarşılaşıb, səbr edib, ona da huzurun nə olduğunu göstərmək istəyirsən. Fərqli olur. Yəni, hər bir cür təcrübəni keçmək istəyir. Sonunda həmişə bilin nə istəyirsiniz və o nə istədiyinizdə ruhunuzla əlaqəli olsun. Əsl kimliyinizlə, ilahi mənliyinizlə. Siz o balaca nöqtə məndən, egodan böyüyə qədər yüksəlməlisiniz. Yer mənindən kosmos məninə qədər. Təşəkkür edirəm, var olasınız.